Xəyanətdən sonra münasibəti qoruyub saxlamaq olarmı? Yox, xəyanət səhv və ya təsadüf deyil. Bu dərin satqınlıqdır. Münasibətin təməlini dağıdan ən ağır zərbədir. Etibarsız nə sözlərin, nə də vədlərin heç bir gücü qalmır. Haqlısınız. O xəyanəti ilə göstərdi ki, nə yoldaşına, nə də özünə hörmət etmir. Çox vaxt xəyanət qarşındakı insandan illərdir öz məqsədi üçün istifadə etdiyinin göstəricisidir. Bəs dəyişildiyini desə necə? Yenidən qəbul etmək olarmı? Bir düşünün, hansı söz itirilmiş etibarı qaytara bilər? Hətta bağışlasa belə ömrü boyu onun sədaqətindən narahat olacaq. Bütün günü vaxtı zəng, mesaj güdməklə keçəcək. Məncə belə münasibətdə zamanla insanın özünə olan hörməti də azalır. Xəyanət edən yenə edər. Sən sədaqətli münasibətə layiqsən. Yalana sarılmaqdansa acı həqiqəti qəbul etmək lazımdır. Xoşbəxt olmağın yeganə yolu bədbəxt olduğun yeri tərk etməkdir.